Yaxşı, indi baxın mən bir dəqiqə zəngiləyəcəm sənə. Görüm. Ya da gözü baxma, mən 25-in zaman da baxdım, gözü bir dəqiqə. Baba 25'i de var, 7800'ədir. Elə bir 600-700 manat fərqlə. Aeroflotumda bu da yaxşı vaxtdır. Saat 5'ə 10 dəqiqə qalmış Antalyadan uçur axşam. Saat o hə. 25'indən sonra bahadır. Ay 21'i ən ucuzdur. 21'i Aeroflot'un da var ama o eyni reisdir. Saat 10'a qalmış gəlir çatır. Pulkovaya 10'a qalmış gəlir çatır. Hə. 16:20'dədir. Bu 5 saat 30 dəqiqə görsədir. Bu nə iş beləsinə görsədir? Yox, o tez. Özü 5 saat yarım görsədir. 5,5 часов в полете. Bu nə iş belə görsədir? Hə. Hə. Hə, bu çox yaxşıdır. Həyən görüm. Baba, hər saat 10'da qalxır da şeydən, Peterburqdan. 11'in yarısında ayın 21'i. Ama Aeroflot'la Pegasus'un arasında 600 manat fərq var. İndi şey de var, hatta Pegasus da var. Pegasus'unki gecədir. Pegasus'unki baba gecə saat 12'də qalxır. Gecə. Səhər də saat 5'in yarısı olur şeydə, Peterburqda. İndi mən Meridianda da baxsız saat 7:30'da şey var. Pskova gedən avtobus var. Elə bir mən 3 saat gözləyəcəm orada. Hə. Hələ Pegasus'da məncə burada görsədir 4 saat yarım, məncə tez gələcək. Ama Aeroflot'unki məncə Aeroflot'unki daha yaxşıdır. Nə mənada papa şeydir də, güvənilirdir. Pegasus'u mən heç şey eləmirəm. Mən aynı neçəsində baxdım 21'inə. Zeynep yine aynı 27'si çıxacaqlar. %25'inde eyni bilet var. Aeroflot'unki eyni qiymətədir. 7800. Antalya'da saat 5'e qalmış uçur. 22-20'də də olur şeydə. Amma bu 5 saat 30 dəqiqə göstərir güya poleti. Məncə bu səhv göstərir.
Mənə elə gəlir ki, bu səhv göstərirlər. Çünki şeydir. Bu qədər uça bilməz. Bu ən fazla belə 4. Hə. Patoloqa sən demiş 4 saat yarım olsun. Bu 2 saat yarım yox ki. Tamam görüm. 1 saat yarım. Hə. Və indi saat 22:20-də gəlir Peterburqdan. Mən də bu 25-nə yaxşı deyil. 25-nə. Ən gecə, ən axpaslenisi 10'dur. Hə. Ola 1 saat qabaq olsun, 21:20-də olsun. Hə, lap 22:30-da gəlsin bu şeyə girəsin. Aeroportda. Hə, onda elə bu mənə yapramoy yaxşıdır ki, mən tez çıxarım. Çünki bagaj da eləmərəm, görüm o şeyləri. 23 kilo bagaj onsuz da gedir onda, amma mən bagaja vermərəm də görsəmim deyə. Elə prama əlimdən alım çıxım. Biraz meyvə alaram. Hə? Hə, 10 kilo oldu, hə. Hə, mən əslində bagaja versəm yaxşıdır ki, mən samolyotda qaldırıb qoymaq zad mən əksinə rüçnoy kladida, rüçnoy klad götürmək istəmirəm. Əksinə bagaj olsa daha yaxşı ki, mən bagaja verim, tutarsı getsinə. Kürşad buradan yola salacaq. Bomboş gedim, hə, rahat gedim də, o mənədə deyirəm. Hə. Olmazsa bunu alaq ya, ayətə 25-nə. Bu çox yaxşı biletdir. Sabah da verəcəyini danışarsınız, saat 10-a mənsin, 10-11:30-a. Elə bir şeydə Pulkovadan gəlib götürərlər. Heç belə şeylik olmasın, get-gəl olmasın. 2 gün sonra da Allah qoysa yeni çıxacaq da. Mən də 25-i subbotada kakraz. Subbota, воскресенье və понедельникdə gedib işlərimi başlayıram həll etməyə, bayram üçün. Hə. Hə. Yox, 16:50. 22:20-də də şeydir, sabahda mütləq zəngləsin Meridiandan yeri ayırsın. Bəlkə bayram əvvəli zadı gedən çox olar, yer olmaz şeydə. Çünki çeçik. Hə, bax yer qalmaz, onun üçün deyirəm. Mənim pasportum məncə var da Azərdə. Onu görüm. Hə, təbii 5-nə. Bilirəm, ayət onu, yadımdadır. Hə.
sana atım yoksa sana atım. Hatice, start.